İsrail ordusu eyni anda Tehrana və Beyruta zərbələr endirir və açıqlamada belədir ki, Hizbullah İrana dəstək göstərir. Yəni, İranın proksi qüvvələrini də məhv etməyə çalışır İsrail ordusu. Müzakirə mövzumuz da elə budur. Ümumiyyətlə, dünyada baş verən proseslərə bundan sonra necə təsir göstərəcək bu münaqişə? Studiyada qonağım var. Milli Məclisin deputatı Cavanşir Feyziyev. Cavanşir müəllim, salam. Vaxtınız üçün təşəkkür edirəm. Cavanşir müəllim, yəqin ki, hadisələrin gedişatının izləyirsiniz, fərqindəsiniz. Və sualım bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatları tərəfi rəsmi olaraq açıqlama verdi ki, uzun müddətli münaqişəyə girmək fikrində deyirlər. Yəni, İraqdakı və Əfqanistandakı proseslər onlara dərs olduğunu deyirlər. J.D. Vance'in belə bir açıqlaması var idi səhər saatlarında. Siz necə düşünürsünüz? İranla uzun müddətli münaqişəyə girmək, ümumiyyətlə, iqtisadiyyatı tamamilə məhv etmək gözə alınıbmı bu münaqişədə? Şübhəsiz uzun müddətli müharibəyə girişmək heç bir tərəfə sərf eləmir və xüsusilə də hücum edən tərəflərə ilk növbədə. Birincisi, Amerika Birləşmiş Ştatlarından hadisələrin baş verdiyi ərazi kifayət qədər uzaq məsafədə yerləşir və ölkədən çox-çox uzaqlarda belə bir hərbi əməliyyatı uzun müddət aparmaq təhlükəlidir. Biz bunun bu senariləri Əfqanistanda və İraqda görmüşük və ona görə sizin də dediyiniz kimi şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarının hərbi rəhbərliyi bütün bunları nəzərə alır, keçmiş təcrübəni. Digər tərəfdən İranın yerləşdiyi coğrafi ərazi kimi çox həssas bir regionda ümumiyyətlə müharibə təhlükəsinin yaranması, hərbi əməliyyatların aparılması təkcə həmin münaqişəyə cəlb olunmuş tərəflər üçün deyil, bütövlükdə region üçün çox böyük təhlükə yaradır. Və bu təhlükənin ilk görüntülərini də artıq biz dünən müşahidə etdik. İran hərbi qüvvələr tərəfindən Körfəz ölkələrinə bombardman edilməsi əslində münaqişəyə cəlb olunmayan və cəlb olunmaq istəməyən qüvvələri belə müharibəyə cəlb edir. Və bu da... Əslində əvvəlcədən xəbərdarlıq etmişdilər ki, yaxın Körfəz ölkələrindəki bazalar hədəfə alınacaq. Çünki buradan... Bəli, amma bu bazalar hədəfə alınanda birincisi hədəflər heç də dəqiq şəkildə vurulmur və istər-istəməz həmin ölkələrin infrastrukturuna zərər dəyir, əhali arasında itki ola bilir və digər tərəfdən həmin dövlətlərin siyasi imicinə kifayət qədər xələl gəlir və ona görə baxın, Səudiyyə Ərəbistanındakı Amerika bazasını atışı tutandan sonra Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları ilə birlikdə müharibəyə qoşulduğunu elan etdi. Eləcə də Birləşmiş Ərəb Əmirlikləri, Katar xəbərdarlıq etdilər İran rəhbərliyinə. Ona görə belə bölgələrdə bu İran bölgəsi təkcə hərbi nöqteyi nəzərdən deyil, iqtisadi nöqteyi nəzərdən də dünyanın çox həssas bir nöqtəsidir. Dünyada qlobal miqyasda aparılan ticarət əməliyyatlarının çox böyük bir hissəsi İran körfəzindən keçir. Oman körfəzində hər gün yüzlərlə, bəlkə minlərlə tanker neft və qazla yüklənir və dünyanın müxtəlif bölgələrinə yola salınır. Və ona görə də Amerika Birləşmiş Ştatları ilk növbədə dünən Körfəzdə yerləşən İran hərbi dəniz qüvvələrinin hamısını məhv etdi ki, belə bir problem, yəni Hörmüz boğazının bağlanması kimi və yaxud Körfəzdə keçidin dayandırılması kimi bir hadisə baş verməsin deyə. Amma istənilən halda iki bir-biri ilə barışmaz mövqedə dayanan qüvvənin apardığı müharibə təkcə onların özləri üçün deyil, eyni zamanda onların ətrafında yerləşən dövlətlər üçün də böyük bir təhlükə mənbəyidir. Hörmüz boğazından danışaq. Hörmüz boğazı bağlanır, açılır, Hörmüz boğazı minalanır. Bax, belə bir xəbərlər Dünya Kütləvi İnformasiya Vasitələrinin manşet xəbərləridir. Və belə bir iddia da var ki, Hörmüz boğazı İranın açarının cibində olması demək deyil ki, istəyəndə bağlasın, istəyəndə açsın. Bu, dünya iqtisadiyyatına ziyan vuran bir prosesdir. Hörmüz boğazının bağlanması əslində nə kimi böyük bir qlobal iqtisadi böhrana yol aça bilər və İran buna nə dərəcədə gedər?
Düşünürəm ki, artıq İranın elə bir gücü yoxdur Hörmüz boğazını bağlamağa, amma əlbəttə 10 illər ərzində İran Hörmüz boğazının bağlanması ilə həm Amerika Birləşmiş Ştatlarını, həm digər ölkələri, həmin boğaz vasitəsilə ticarət edən digər dövlətləri təhdid edib. Bəli. Və müharibənin başlanmasından bir neçə gün əvvəl həmin boğazda Çin, Rusiya və İran gəmilərinin birgə təlim keçirməsi də əslində İran hakimiyyəti tərəfindən bir mesajıdır ki, yəni əgər bizə qarşı hərbi güc tətbiq olunarsa biz boğazı bağlaya bilərik. Amma bu baş vermədi. Hüquqi cəhətdən bu necə mümkündür? Yəni istəyəndə bağlayıram, istəyəndə açıram. Bu Xeyr, hüquqi cəhətdən hər halda mümkün deyil, amma hərbi əməliyyatlar çərçivəsində hər hansı bir ölkə əlində olan bütün imkanlardan istifadə edir. Və hər bir boğazın beynəlxalq səviyyədə müəyyən olunmuş, razılaşdırılmış bir statusu var. Məsələn, Türkiyənin İstanbul boğazından yüklərin keçmə qaydaları var ki, o beynəlxalq müqavilə ilə, beynəlxalq razılaşma ilə nəzərdə tutulub bu qaydalar. Eləcə də Hörmüz boğazından yüklərin keçməsi beynəlxalq qanunlar və razılaşmalar vasitəsilə tənzimlənir. Lakin bütün tarix boyu belə olub ki, müharibə getdiyi ərazilərdə həmin qanunlar işləməyib və İran da buna hesab götürə bilərdi ki, Hörmüz boğazını bağlamaqla dünya iqtisadiyyatını iflic vəziyyətinə sala bilər. Və nəzəri olaraq da oradan da əgər Hörmüz boğazı bağlanarsa nə baş verər? Dünya enerji ticarətinin 20%-i Hörmüz boğazından keçməklə baş tutur. Və əgər enerji ehtiyatlarının 20%-i satış dövriyyəsindən çıxarılarsa, həmin anda bütün dünya boyunca enerji resurslarının qiyməti dəfələrlə arta bilər. Və bu sadəcə 10%, 20% deyil, bu 2 dəfə arta bilər. Və bu da bütün dünya iqtisadiyyatı üçün əlbəttə çox böyük fəlakət ola bilər. Yüzlərlə ölkələrdə istehsal müəssisələr dayana bilər, yüzlərlə, minlərlə bəlkə müəssisələr bankrot ola bilər, müflis ola bilərlər. Və ona görə bu artıq böyük bir qlobal əks-səda doğura bilər belə bir hadisə baş verirsə. Ona görə heç şübhəsiz ki, bu əməliyyatları planlaşdıranda Amerika Birləşmiş Ştatları və İsrail bunu da nəzərə alıblar və ona görə də ilk növbədə, ilk günlərdən birində İran hərbi dəniz qüvvələrini neytrallaşdırdılar ki, Hörmüz boğazının bağlanması kimi bir hadisə ilə üzləşməsinlər. Amma Hörmüz boğazı açıq olsa da, istənilən halda həmin yük gəmilərinin oradan keçməsi təhlükəlidir və ona görə də çox güman ki, bir çox təchizatçılar və alıcılar hal-hazırda orada minimum həddə, minimum səviyyədə istifadə etməyə çalışırlar həmin boğazdan. Və Oman körfəzində və İran körfəzində yerləşən bütün dövlətlər faktik olaraq neft-qaz ixracatçılarıdır. Və ilk növbədə iqtisadi zərbə onlara dəyir və ikinci növbədə onların alıcılarına şübhəsiz ki. Baxın, Körfəz ölkələrinin adı çəkilir, münaqişənin tərkib hissəsinə çevriliblər, istəsələr də, istəməsələr də. Amma sualım bundan ibarətdir ki, Oman kimi, Bəhreyn kimi, Səudiyyə Ərəbistanı kimi, misal üçün Dubay böyük şəhərdir və turistik potensialı da göz önündədir. Hər demək olar ki, ikinci şəxs Dubayda olub və o səyahət planını da tutanda Dubay bəlkə də ilk növbələrdə gəlir. Amma biz gördük ki, baş verən reallıq bunu bizə sübut etdi ki, o təhlükəsiz ölkələr siyasında ön sıralarda dayanan ölkələr ki, hansı ki Dohadır, hansı ki Dubayın adı çəkmək olar, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, istənilən halda. Bu ölkələr səndəmi o qədər də təhlükəsiz deyilmişlər. Şübhəsiz. Dünyadakı təhlükəsizlik anlayışı necə dəyişdi bundan sonra? İstərdim bunu danışaq. Bəli, dünyada təhlükəsizlik anlayışı əlbəttə kifayət qədər təhrif olunub artıq, yəni hadisələrin gedişi ilə təhrif olunub. Və bütün bunlar artıq 30 ildir deyilir. SSR-nin çökməsindən sonra dünyada baş verən hadisələr, BMT-nin rolunun azalması, ümumiyyətlə BMT çərçivəsində
qəbul olunan razılaşmaların yerinə yetirilməməsi, BMT-nin ayrı-ayrı dövlətlərin siyasətinə təsir gücünün azalması, dünyada bütövlükdə qlobal təhlükəsizliyi məsələsində böyük problemlər yaradıb. Və hətta 90-cı illərdən başlamış Amerika Birləşmiş Ştatlarının bir tərəfli qaydada BMT-nin sanksiyası olmadan hansısa bir ölkəyə hücum etməsi və orada rejim dəyişdirməsi, orada hansısa narazı qaldığı hadisələrə görə həmin ölkənin siyasi rejiminin cəzalandırılması dünyada təhlükəsizlik məsələsini çox zəiflətmişdi. İraqdan başladı. Kövrək vəziyyətə gəlmişdi. Bəli, İraqda baş verən hadisələr, Əfqanistanda baş verən hadisələr bu hadisələrin başlanğıcı idi. Amma sonraki dövrlərdə Yugoslaviyada baş verən hadisələr, Yugoslaviyadakı hadisələrlə də bağlı BMT-nin heç bir qərarı yox idi. Və beləliklə qlobal təhlükəsizlik arxitekturası kifayət qədər zəiflədilib. Və xüsusilə son illər ərzində Rusiyanın Ukraynaya hücumu fonunda artıq Çinin Tayvana hücum etməsi ehtimalları yaranır. Dünyanın başqa-başqa bölgələrində bir-biri ilə ərazi iddiası olan dövlətlər arasında uzun zaman latent şəkildə davam edən münaqişələr qızışmağa başlayır. Məsələn, elə müharibə başladığı anda da eyni zamanda Pakistanla Əfqanistan arasında müharibənin başlaması lokal da olsa bu bir müharibədir və yüzlərlə adamın artıq ölümünə səbəb olub elə toqquşmanın birinci günündə. Yəni bütün bunlar onu göstərir ki, dünyada qlobal təhlükəsizlik arxitekturası kifayət qədər zədələnib və bu zədələnmənin səbəbi ilk növbədə dünyanın güc mərkəzləridir. Çünki dünyanın güc mərkəzləri əslində BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq bütövlükdə yer planeti üzərində təhlükəsizliyin təmin olunmasına məsuliyyət daşımalıdırlar. Amma biz görürük ki, onlara öz apardığı siyasətdə qlobal təhlükəsizlik maraqlarından deyil, özlərinin təmsil olunduğu dövlətin marağından daha çox çıxış edirlər. İstər Amerika Birləşmiş Ştatları, istər Çin, Fransa, Böyük Britaniya, Rusiya, bu 5 təhlükəsizlik şurasının üzvü eyni məzmunlu hadisələrdə dəfələrlə bir-birinə zidd olan mövqelər göstəriblər, sərgiləyiblər. Və o zaman bütün digər dövlətlər də anlayır ki, BMT Təhlükəsizlik Şurasından ədalət və yaxud da qanunlarla nəzərdə tutulmuş düzgün münasibət, obyektiv münasibət gözləmək lazım deyil. Və belə olduğu halda nə olur? Hərə öz problemini özü həll etməyə çalışır. Və bütün bu qarışıqlığın fonunda İran İslam inqilabından sonraki bütün dövrlərdə əslində öz təhlükəsizliyini qorumaq maraqlarından çıxış edərək həm nüvə silahı hazırlamağa cəhd göstərib, həm regionda öz təsirini təmin etmək üçün başqa-başqa ölkələrin ərazilərində öz güc mərkəzlərini yaradıb və kifayət qədər başqa ölkələrlə münasibətdə kifayət qədər barışmaz mövqe tutub. Əslində İranın belə aqressiv mövqe tutmağının səbəbini başa düşmüyorlar. Çünki onlar öz qurduqları dövlətin təhlükəsizliyini təmin etmək istəyirdilər. Çünki qlobal strukturlardan, beynəlxalq qurumlardan öz təhlükəsizliyin təmin olunması üçün hər hansı bir zəmanət yoxdur. Amma hadisələr o qədər düz xətli istiqamətdə inkişaf elədi ki, bu 50 ilə yaxın bir dövr ərzində artıq bu ətraf gücləri, xüsusilə də qlobal gücləri qıcıqlandırmaya bilməzdi. Və İran hakimiyyətinin İsrailə qarşı xüsusilə tutduğu xüsusi aqressiv mövqeyi bütün dünya tərəfindən narazılıqla qarşılanırdı və əlbəttə İsrailin ən böyük himayəçisi olan Amerika Birləşmiş Ştatları hadisələrin bu şəkildə getməsini, sona qədər getməsini qəbul edə bilməzdi. Və ona görə bu baş verən hadisələr istər İran bölgəsində olsun, İran ətrafında olsun, istər Pakistan, Əfqanistan arasında, Çin ətrafında, Şimali Koreya ilə bağlı, Şimali Koreyanın nüvə silahı əldə etmək cəhdlərinə qarşı. Mesela bütün bunlar qlobal
təhlükəsizlik problemini ortaya çıxarır. Və təsadüfi deyil ki, dünyanın bir çox ölkələrində analitiklər artıq 3-cü Dünya müharibəsinin baş verə biləcəyini çox böyük ehtimalla qəbul edirlər. Və hətta gözlənilirdi ki, bu İrana qarşı hər hansı hərbi əməliyyatın keçirilməsi 3-cü Dünya müharibəsinin başlanmasına səbəb ola bilər. 3-cü Dünya müharibəsində başqa nə ad vermək olar? Əslində bəli, əslində pərdə arxasında 3-cü Dünya müharibəsi gedir. İstər Rusiya-Ukrayna müharibəsinin detallarına biraz nüfuz etdikdə, daha detallı şəkildə, ətraflı şəkildə onu təhlil etdikdə, istər indi Amerika Birləşmiş Ştatları İran qarşı durmasına baxdıqda biz 3-cü Dünya müharibəsinin əlamətlərini görürük. Çünki müharibə aparan tərəflərin hər birisinin də öz tərəfdarları var. Açıq və ya gizli şəkildə onları dəstəkləyənlər var, silahla təchiz edənlər var və s. Bütün körfəz ölkələri hazırda Amerika Birləşmiş Ştatları ilə birlikdə addımlayır, İsrailin öz tərəfdarları var, İranın proksi qüvvələri var. Bəli, siyasi dəstək göstərənlər var. Baxın, hər hansı bir münaqişənin qarşısını almaq üçün Dünya Birliyinin həmin münaqişəyə münasibətdə yekdil bir baxışı olmalıdır. Bax, bu yekdil baxışı nə Təhlükəsizlik Şurasında, BMT-nin Təhlükəsizlik Şurasında, nə də başqa bir qurumda əldə etmək mümkün deyil. Əgər bu mümkün deyilsə, deməli, elə dünya müharibəsidir əslində. Çünki bir yekdil qərar əsasında bütün güc mərkəzləri hər hansı bir münaqişəyə eyni münasibət sərgilədiyi halda münaqişə öz-özünə artıq səngimiş olur. Baxın, Rusiya Ukraynaya hücum edəndə və yaxud Krımı 14-cü ildə işğal edəndə Dünya Birliyi və o cümlədən Təhlükəsizlik Şurası bir mənalı münasibət göstərmədi. Hətta biz yaxşı xatırlayırıq ki, Fransa prezidenti Emmanuel Macron bildirmiş ki, Rusiyanın öz sifətini saxlaya bilməsi üçün Ukraynaya güzəştə getməlidir. Amma o hadisələrə qədər belə bir şey yox idi. Beynəlxalq qanunlara görə heç bir ölkə digər ölkənin sərhədini güc yolu ilə zor tətbiq etməklə dəyişdirə bilməz. Bu qanundur. BMT tərəfindən qəbul olunmuş qanundur və bütün dövlətlər bu qanunu qəbul edib. Amma bu qanunun yerdə icrasına gəldikdə, görürsünüz, hətta BMT Təhlükəsizlik Şurasının üzvü olan bir dövlət burada istisna etməyin mümkün olduğunu deyir. Yəni deyir ki, biz göz yumaq ki, Rusiya Krımı işğal etsin, amma eyni zamanda müharibə də dayansın və Ukraynada güzəştə getsin. Bu kimi misallar... Güzəştə gedildiyi üçün hazırda təhlükəsizlik bu səviyyədədir. Güzəştə gedəndə nə olur? Beynəlxalq qanun pozulur və eləcə də bizim öz münaqişəmizdə, Qarabağ münaqişəsi zamanı bütün dünya yenə də həmin qanunu sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qadağan olunmasına baxmayaraq, dünya və dünyanın aparıcı qüvvələri heç biri işğalçı tərəfə, Ermənistana heç bir təzyiq eləmədi və onları beynəlxalq qanunu pozmaqdan çəkindirmədi və bu da nəticədə müharibəyə gətirib çıxartdı, 2020-ci ilin müharibəsinə gətirib çıxartdı. Bəli, ədalət özümüz bərpa etdik. Yəni, belə baxdıqda bütün münaqişələr təxminən eynisisi, oxşar ssenari üzrə inkişaf edib və gəlib hərbi qarşıdurma səviyyəsinə yüksəlir. Və ABŞ-İran qarşıdurması da elə bu cür qarşıdurmalardan biridir və bunun sabah dünyanın başqa bir bölgəsində, Sakit Okeanı hövzəsində və yaxud Avropada və yaxud Asiyanın digər bir bölgəsində baş verməyəcəyinə heç bir zəmanət yoxdur. Çünki çoxsaylı dövlətlər var ki, bir-birinə qarşı ərazi iddiaları var. Hətta ərazi iddiası olmasa belə, hansısa ticari preferensiyalara görə hansısa dövlətlər biri digərindən narazıdır. Və nə qədər ki, beynəlxalq qanunların tətbiqi bir mənalı deyil, bir mənalı şəkildə icra olunmur. Bu kimi qarşıdurmaların müharibə vəziyyətinə gətirib çıxartması da qaçılmazdır. Bəli, Tayvan müharibəsi çıxa bilər, Əfqanistan, Pakistana girə bilər. Yer gəlmişkən biz proksi qüvvələrdən və tərəfdarlardan danışdıq və mən indi xahiş edəcəm rejissorumuzdan görüntüləri təqdim etsin. İraqda gecə saatlarında etiraz aksiyası keçirilib və Şiə məzhəbinin nümayəndələri, eyni zamanda Həşd-i Şəbi qrupunun üzvləri bir növ etiraz aksiyası keçiriblər. Bura Bağdaddır və Bağdadda keçirilən bu aksiyadan görüntüləri təqdim edək.
وما فسيت اسمع ما واحد Proksi qüvvələr. Həşti Şərbi Bəli. qruplaşmasının üzvləri də İraqda, Bağdadda etiraz aksiyası keçiriblər. Eksklüziv görüntüləri də bu arada və Green Zona deyilən ərazidə keçirilib bu etiraz aksiyası. Green Zonada Bağdadda elə bir ərazidir ki, biz bilirik ki, İraq hələ də təhlükəsiz bir ölkə hesab olunmur və Green Zona məhz o ərazi hesab olunur ki, orada səfirliklər yerləşir. Yer gəlmişkən Azərbaycanın da səfirliyi bu ərazidədir. Bu ərazidə keçirilib, yəni bax bu etiraz aksiyası. Həşti Şərbi isə İrana bağlı olan bir qrupdur. İraqdaydı, düzdür, İraqın daxili qrupu kimi təqdim olunsa da tamamilə reallıq fərqlidir. Proksi qüvvələr haqqında istərdim fikrinizi eşidək ki, ümumiyyətlə onlar regiondakı hadisələri dəyişə bilərmi? Buna gücləri varmı? Eyni zamanda iqtisadiyyat məsələsi də ön plandadır. Çünki Husilər Qırmızı dənizdə öz proseslərini davam etdirirlər. Bəli. İran proksi qüvvələri Pakistandan tutmuş, hətta bəzi Avropa ölkələrinə qədər müxtəlif formalarda və təşkilatlarda şəkilləndirilmiş qurumlardır. Yarım hərbi qurumlardır. Bunların ən güclüsü Livanda Hizbullah, Fələstin administrasiyası ərazisində Hamas və İraqda şiə qruplaşmaları Pakistan ərazisində, Əfqanistan ərazisində. Yəni İran proksi qüvvələrinin bəzi ölkələrdə gücü o qədər çoxdur ki, onlar həmin ölkələrin siyasi hakimiyyətini dəyişməyə belə qadirdirlər. Məsələn, vaxtilə Pakistanda hakimiyyətə gətirilən prezidentlərdən biri məhz İranın dəstəyi, İran proksi qüvvələrinin dəstəyi ilə gəlmişdi hakimiyyətə. Və hal-hazırda Pakistan ərazisində və Əfqanistan ərazisində baş verən bəzi toqquşmaların da arxasında bəzi hallarda İran proksi qüvvələri dayanır. Və əslində elə Amerika Birləşmiş Ştatlarının və İsrailin İrana qarşı bu qədər aqressiv olmasının səbəblərindən biri də budur. Çünki İran öz strateji siyasətinə görə bütün yaxın şərq ölkələrində öz proksi qüvvələrini yerləşdirməklə bölgə miqyasında güc sahibi olmağa çalışırdı, cəhd göstərirdi. Və ona görə də bu təhlükənin getdikcə artdığını görürlər və şübhəsiz bunu həm kəşfiyyat orqanları, həm təhlilçilər təhlil edirlər. Bunların potensial təhlükəsini gələcək üçün və yaxud onların yerləşdiyi dövlət üçün potensial təhlükəsini dəyərləndirirlər və bəzi ölkələrdə onlara imkan yaratmırlar, onları həbs edirlər və ya ölkədən çıxarırlar. Amma bəzi ölkələrdə daha loyal yanaşılır İran proksi qüvvələrinə və o cümlədən İraq ərazisində xüsusilə o yaşıl zona dediyiniz diplomatik missiyaların yerləşdiyi ərazidə onların bu şəkildə belə bir böyük aksiya keçirməsi ondan xəbər verir ki, İraq hakimiyyətində də İran proksi qüvvələrinə qarşı hansısa bir yumşaqlıq və ya loyallıq var. Bu ya loyallıq ola bilər, parlamentdə xeyli sayda və ya tərəfdarları gücü çatmadığından sadəcə hansısa bəlli bir məsafədə dayana bilərlər. Və hər iki halda birinci növbədə İraqın öz təhlükəsizliyi üçün bu daim bir təhlükə mənbəyidir proksi qüvvələr. Və Yəməndə inqilab yolu ilə Husilərin hakimiyyətə gətirilməsi və Körfəzdən ticarət əməliyyatları aparan ölkələrin təhdid olunması da İran siyasətinin bir tərkib hissəsi idi. Və ona görə də İran proksi qüvvələri əslində bir İranın özünün hərbi qüdrəti qədər də kənarda bu gücü əks etdirə bilir. İran ərazisindən kənarda. Və bu da olduqca təhlükəlidir. Bu təxminən, əgər belə müqayisə edə biləriksə, Amerika Birləşmiş Ştatlarının dünyanın müxtəlif bölgələrində öz bazalarını yerləşdirməsi kimi, İran da ən azından yaxın şərq ölkələri ərazisində öz proksi qüvvələrini, bu da hesab eləyir ki, onun bazalarıdır. Bəli, və bu şəkildə, əlbəttə, Amerika bazalarına
nisbətdə müqayisədə bu müqayisə oluna bilməyən dərəcədə zəif qüvvələrdir. Amma nə qədər zəif olsalar da ölkə daxilində sabitliyi pozmağa, hətta çevrilişlər eləməyə, insan qanı tökülməsinə hər zaman səbəb ola bilərlər. Elə 2019-da İraqda. Belə cəhdlər Azərbaycanda da var idi vaxtilə. Yəni bu kimi qüvvələrin hansı ölkənin ərazisində yerləşməsindən asılı olmayaraq həm həmin ölkənin özü üçün, həm ətraf ölkələr üçün təhlükə mənbəyi hesab edilir. Cavanşir müəllim, çox sağ olun. Təşəkkür edirəm. Studiyamıza gəldi, suallarımızı cavablandırdı. Studiyada qonağım Milli Məclisin deputatı Cavanşir Feyziyev idi. Biz onunla birlikdə İran müharibəsindən danışdıq. Qarşıdurmada nələr baş verir, ümumiyyətlə perspektivdə nələr var, iqtisadiyyat necə dirçələcək bundan sonra.